Dəmir çatmazlığı son dövrlərin ən çox yayılmış mineral çatmazlığından biridir. Mən dəmir çatmazlığının 7 vacib əlamətini sayacağam. 1. Saç və dırnaqlarda qırılma, saçın kövrəkləməsi və tez tökülməsi. 2. Göz altında moralmalar, qaralmalar. Gözün altında bəzi insanlarda rast gəlir moralmalar, qaralmalar. Bu da dəmir çatmazlığı əlamətlərindən biridir. 3. Aritmiyalar. Dəmir çatmazlığı hətta ürəkdə aritmiyaların belə yaranmasına səbəb ola bilər. Üşümə 4-cü əlamətdir. Bəzi insanlar görür ki, soyuğa davamsızlıq, tez üşüyürlər. Bu da dəmir çatmazlığının göstəricilərindən biridir. Əzələ və ayaqlarda ağrı. İnsan biraz hərəkət edən kimi ayaqlarında tez yorulma və tez ağrı hissi yaranır. Bu da dəmir çatmazlığının vacib göstəricilərindən biri hesab olunur. Və baş ərlənməsi. Baş ərlənməsi dəmir çatmazlığı zamanı qırmızı qan az olması, bəzən təzyiqin aşağı enməsi və beynin qan dövranının zəifləməsi əlaqədar olaraq yaranmış vacib simptomlardan biridir. Bəzi insanlarda dəmir çatmazlığı əlaqədar hava çatmazlığı yaranır. Bəzi insanlar bilir ki, sanki havam çatmır. Bu da dəmir defisitinin göstəricilərindən biri hesab olunur. Bu saydığınız 7 əlamətdən hər hansı bir və bir neçəsi sizdə varsa, qan analizi ilə dəmir defisitini təsdiqləyə bilərsiniz. Tək qanun analizindəki hemoqlobin miqdarı kifayət edəmir. Qanda dəmirin öz miqdarı və dəmir deposu hesab olunan ferritin və transferinin miqdarının yoxlanması vacibdir.